Sadəcə qan analizi ilə hamiləlikdə Down sindromunu öyrənmək olar. NIPT, yəni non-invaziv prenatal test, ananın qanında döldən gələn sərbəst DNT fraqmentlərinin analizinə əsaslanır. Bu test tamamilə qeyri-invazivdir, yəni nə uşağa, nə də anaya birbaşa risk yaratmır. Əsas məqsəd xromosom anomaliyalarını erkən mərhələdə aşkar etmək. Xüsusilə Down sindromu, trizomiya 21, Edwards sindromu, trizomiya 18 və Patau sindromu, trizomiya 13 üçün yüksək həssaslığa malikdir. Ən çox verilən sual isə, bəs bu test 100% doğrudurmu? Xeyr. NIPT skrining testidir. Diaqnoz qoymur. Down sindromu üçün dəqiqlik yüksəkdir. Bəzi hallarda 99%-ə yaxın. Amma yenə də yanlış pozitiv və ya yanlış neqativ nəticələri mümkündür. Yəni nəticə yüksək risk göstərərsə, bu uşaq mütləq xəstədir demək deyil. Bu halda növbəti addım invaziv diaqnostik testlərdir. Məsələn, amniosentez və ya xorion xovlarının biopsiyası. Digər tərəfdən, nəticə aşağı riskdədirsə, bu da 100% zəmanət vermir. Amma riskin çox aşağı olduğunu göstərir. NIPT testi adətən hamiləliyin 9-10-cu həftəsindən sonra aparılır və erkən qərar vermə imkanı yaradır. Xüsusilə yüksək risk qrupuna daxil olan qadınlarda daha çox tövsiyə olunur. Ən vacib məqam isə budur ki, testin nəticəsi mütləq həkim tərəfindən düzgün interpretasiya olunmalıdır.